Bizim səbatkarı Seyran qardaşımızdır da, onun anadan olduğu gündür. Biz de onun ziyaretine gelmişik. Burada şəhid valideynləri var, qohumlardan var, axunumuz var. Hamısını salamlayıram. Allah ziyaretlerini qəbul eləsin. Bugün hansı niyyətlə kim bura ocağa təşrif buyurub gəlirsə, Allah ziyaretini qəbul eləsin. Amin. Bugün bu şəhid məclisi, şəhid evi üçün Kərbala kimi, Məşədi kimi bir ziyarətgah yeridir. İnanın, bundan qabaq nə qədər yol zəbt edib gedib Kərbalayı, Məşədi biz ziyarət edirik. Bugün amma onların davamçısı, İmam Hüseynin davamçısı olan bu şəhidlərimiz ki var, onların ocağı da eyni o Kərbala kimi ocaqdır. Hər birimizin borcudur gəlib bu ocaqda ziyarət eləyək. Çox təəssüflər olsun ki, amma çox azdır belə fikirli insanlar. Allah onların da canını salamat eləsin, Allah onları yola gətirsin, onları da dinə gətirsin. Özün bilirsən, bugün 12 ayın sultanı Ramazan ayımızdır. Bugün ən gözəl aylardan biridir. Allah bu Ramazanın xətrinə, Allah bu şəhidlərin xətrinə bizi imdadımıza çatsın. Amin. Bugünkü günün Nizami Seyran haqqında nə qədər danışsaq da yenə azdır. Çünki Seyran elə bir igid kəşfiyyatçı idi ki, o nəinki o dünyada da öz rəhmətini qazandı. Ona Allah'tan verdiği bir can idi. O canı da bax bu xalq üçün, bu el üçün, bu oba üçün verdi. Allah ruhunu şad eləsin, əziz şəhidim. Bugünkü günü Seyran timsalında nə qədər Azərbaycanda şəhidlərimiz var ki, bugünkü günə mövlüdləri var ki, mövlüdləri mübarək olsun. Allah qazilərimizə can sağlığı versin. Allah yar və iştirakçıları, veteranları, Allah ordumuzu qorusun. Bax, soyuqda, qışda, boranda, istidə bizi qoruyan saldatlar var. Allah onları da qorusun. Onlar da tezliklə gəlib valideynlərinə qovuşsunlar. Bundan sonra heç bir qapıda belə acı günlər qismət olmaz. Heç birinə. Çünki düz deyir, biz hər dəfə deyirik, şəhidlər böyük bir zirvədir, böyük bir yerdədirlər, Allahın yanındadırlar. Düzdür, Quran-ı Kərim bunu bir müsəlman kimi biz də bunu başa düşürük. Amma şəhidlər nə qədər böyük zirvə olsa da valideyn üçün ən böyük dərdir. Elə bir dərdir, sağalmaz bir dərdir. Ona çünki dərman yoxdur. Allah yenə də şəhid valideynlərinə can sağlığı versin. Allah onlara ömür versin. Nə qədər biz varıq ki, hələ bu məclislər də var. Bunu davamlı olaraq nə qədər ömrümüzdə var, bunu keçirdərik. Ondan sonra da... Bəli.